Demək yoldaşlar, belə bir cədvəl var. Biz bu cədvəldə burada yazılan məhsulların ən son tarixindəki satışını tapmaq istəyirik. Məsələn, product 1 ən son hansı tarixdə satış edib və nə qədər satış olub, miqdarını tapmaq istəyirik. Ən son satış tarixini tapmaq üçün yazırıq max-if. Ötürürük tarix sütunumuzu, sabitləyirəm. Ötürürük məhsul sütununu, sabitləyirəm və istinad veririk hara? Product 1-ə. Ötəcan bağlayıb enter dedikdə bizə həmin məhsulun ən son tarixini qaytarmış olur. Mənə lazımdır ki, ən son tarixi yox da, həmin tarixdə dediyimiz satış miqdarını göstərsin. Bunun üçün max-if funksiyasını kopyalayıram. Yazıram sum-if. Ötürürəm miqdarı, sabitləyək. Ötürürəm məhsulu. Daha sonra şərtim nədir? Product 1. İkinci kriteriyamda tarix sütununu ötürürəm, sabitləyirəm. Buradakı kriteriya nə olacaq? Max-if funksiyasının cavabı. Yazıram max-if funksiyasının cavabını. Enter klik etdiyim halda, indi bunu tarixdən çevirək ol numberə. Baxın, 15 cavabını qaytarır. Digər tətbiq etsəm 13, 17 cavablarını qaytaracaq. Yəni hətta yoxlaya da bilərik. Biz gəlib buradan product 1-i seçib buradan yenidən köynəyə desək, baxın 05-09 tarixində 15 ədəd product 1 satılıb. Doğru cavab qaytarmış oldu.